Son dəqiqə xəbər var, onun diqqətinizə çatdırım. Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib. Bu barədə Moskva meri Sergey Sobyanin bildirib və o qeyd edib ki, 62 Ukrayna PUA-sını Moskvaya yaxınlaşarkən vurulub. Sobyaninin sözlərinə görə son sutka ərzində Moskva regionu istiqamətində 200-dən çox dron uçub və onların əksəriyyəti paytaxt regionuna çatmamış hava hücumuna müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Biz bir neçə gün bundan öncə Vladimir Putin bununla bağlı bir açıqlamasını eşitdik ki, hava hücumuna müdafiə sistemlərini gücləndirməliyik. Bu kimə mesaj idi? Yəni özlərində artıq bu həddindən artıq zəifləyibmi? Yoxsa artıq o hücumları paytaxtda hiss etdiyi üçünmü belə bir həyəcan təbili çalır? Və yaxud da sualı bu şəkildə qoyaq ki, Rusiyanın şəhərlərinin Ukrayna tərəfindən hədəf alınmasının əsas məqsədi Rusiyanı müzakirə danışıqlar masasına oturtmaqdırmı? Rusiya buna gedərmi? Bilirsiniz, yəni təkdə 60 və yaxud da 200 drondan söhbət getmir. Elə Müdafiə Naziri dünənləri demək olar ki, məlumat verdi ki, açıqlama verdi ki, 384 puanı bir gecədə zərərsizləşdirilib. Yəni 384 puan bu ümumiyyətlə Ukraynanın son dövrlər Rusiyanın dərinliklərinə və müxtəlif Sankt-Peterburqa, Moskvanın özündə biz o enerji infrastrukturuna endirilən zərbələr özdə effektiv zərbələr oldu. Yəni kifayət qədər indi bu günləri Rusiya daxilində bir enerji böhranı yaşanır. Hardasa benzin çatışmazlığı var. Bəzən kilometrlərlə biz orada tıxacları görürük. Yəni maşınlar növbəyə durublar, avtomobillər növbəyə durublar. Demək olar ki, o benzin qıtlığı səbəbindən. Və hətta müəyyən qrafikdə bölündü ki, məsələn, filan nömrələr birinci, ikinci gün alacaq, üçüncü, dördüncü gün başqa nömrə nişanlı olan maşınlar yaxınlaşıb benzin götürə bilərlər. Yəni, qıtlıq əslində artıq özünü bu şəkildə biruzə verir. Bəs həmin o insanlar niyə etiraz eləmirlər bu müharibənin bitməsi üçün? Niyə bir çağırış etmirlər sizcə? Bilirsiniz, Rusiyanın toplumuna nəzər salsaq, yəni toplum daha çox imperialist təfəkkürə malikdir. Yəni, bu qaçılmaz faktdır. Yəni, Rusiyada demək olar ki, əhalinin böyük hissəsi daha çox ərazi tutmaq, daha çox əraziyə sahib olmaq düşüncəsi ilə yanaşırlar. Və hakimiyyət də bu məsələdə yəni, kifayət qədər o xalqın demək olar ki, tələblərinə, eyni zamanda özünün o strateji maraqlarına cavab verən bir siyasət yürüdür. Əgər nəzərə alsaq ki, Rusiya böyük ölkədir, təxminən 17 milyon kvadrat kilometrdən böyük bir əraziyə sahibdir. Bu ərazidə müdafiə, deyək ki, o sistemlərinin qurulması və çatışmazlığı gözlənilən məsələdir. Açığını deyim ki, Putinin də o hansı ki, ifadə edir ki, biz müdafiə sənayesini, daha doğrusu hava hücumundan müdafiə sənayesini artırmalıyıq və lazımi yerlərdə qurulmalıdır. Bu gözləniləndir. Yəni, bu boyda bir əraziyə tam nəzarət etmək, hava hücumundan müdafiə sistemləri qurmaq bəlkə də mümkünsüz səviyyədədir. Yəni, bu boyda ərazi Rusiya tərəfindən, yəni, nə qədər sən, deyək ki, hava hücumundan müdafiə sistemləri istehsal etməlisən ki, və o sənin, deyək ki, bütün təhlükəsizlik arxitekturana cavab versin. Yəni, bu müəyyən mənada suallardır və düşünürəm ki, yəni, bunun öhdəsindən gəlmək çətin vəzifədir. Amma əgər nəzərə alsaq ki, Moskva demək olar ki, paytaxtdır, ümumiyyətlə, deyək ki, Rusiyanın hardasa beynidir, ondan sonra ən çox təhlükəsizlik məqsədilə qorunan şəhərdir. Amma nəzərə alsaq ki, onu da qoruya bilmədilər və Ukraynanın demək olar ki, yendirdiyi effektiv zərbələr nəticəsində biz orada enerji infrastrukturuna çox ciddi zərbələr aldığını gördük. Yəni, bunlar onu göstərir ki, yəni, hətta belə deyək də, ən yüksək səviyyədə qorunan Moskvanı belə o dron hücumlarından xilas etmək mümkün deyil. Bilirsiniz, yəni, indi son dövrlər süni intellektlə idarə olunan sistemlər artıq döyüş əməliyyatlarını aparır. Yəni, belə bir şəraitdə o klassik, demək olar ki, hərbi, deyək ki, o döyüş texnikaları artıq öz mənasını itiribdir. Yəni, bu günləri biz artıq döyüş meydanlarında hardasa tankları, deyək ki, o 2-ci Dünya müharibəsindən sonra... Yəni, ənənəvi müharibədən daha çox dron və yeni texnologiya müharibəsinə süni intellektlə idarə olunan yeni texnologiyalar, yeni nəsil, deyək ki, silahları ilə döyüşlər aparılır və belə bir şəraitdə Rusiyada əsas fokuslanmışdı, demək olar ki, o ənənəvi silahlara və demək olar ki, biz Rusiyanın hərbi sənaye potensialını qiymətləndirəndə baxırıq ki, məsələn,
əsasən bu tankların sayına görə, artilleriya sistemlərinin sayına görə falan. İndi belə bir hərbi döyüş demək olar ki, o güc və qüdrəti ifadə edən deyək ki, ölkələrin imkanları bununla demək olar ki, yekunlaşmır, bununla məhdudlaşmır. İndi daha çox deyək ki, kim daha süni intellekt texnologiyalarına sahibdir, kim daha effektiv deyək ki, bu günlər yeni nəsil texnologiyalarına sahibdirsə, döyüşü də o. Yəni ölkənin ərazisi və insan potensialı da burada önəm daşımır. İndi Ukraynanın biz bir asimetrik müharibə görürük Rusiya ilə Ukrayna arasında. Amma bu həm əhali baxımından, ərazi baxımından, deyək ki, hərbi potensial baxımından Ukrayna nə qədər belə məhdud imkanlara Rusiya ilə müqayisə malik olsa da, amma 4 ildir ki, bu müharibə demək olar ki, Ukrayna cavab reaksiyaları verir, dözümlülük nümayiş etdirir və eyni zamanda hələ ki Rusiyanın irəliləməsinin qarşısını yüksək səviyyədə effektiv şəkildə alır.